Bismillahirrahmanirrahim. Fitrə zəkatı. Fitr bayramının axşamı günəş batdığı vaxt, ağa məkarimə əsasən günəş batmamışdan əvvəl, həddi buluğa çatan və ağıllı olub, fəqir və başqasının qulu olmayan şəxsə özü və onun çörəkçiyəni sayılan şəxslərin hər biri üçün bir sa, yəni təqribən 3 kiloqram öz şəhərində normal olan yeməklərdən, məsələn, buğda, arpa, xurma, kişmiş, düyü və qarğıdalı kimi müstəhəqqə verməlidir. Müstəhəq, yəni o şəxs ki, ona fitrə vermək düşür. Bunun əvəzinə pul versə kifayətdir. Ehtiyat lazım budur ki, öz şəhərində adi olmayan yeməklərdən buğda, arpa, xurma, kişmiş olsa da belə verməsin. Özünün və ailəsinin illik xərclərinə sahib olmayan və onun və ailəsinin xərclərini təmin edəcək bir kəsbi olmayan bir şəxs fəqirdir. O şəxsin fitrə zəkatı verməsi vacib deyildir. İnsan fitr bayramı gecəsinin gün batan vaxtı onun çörəyini yeyən hesab olunan şəxslərin fitrəsini gərək versin. İstər kiçik olsun və ya böyük olsun, istər müsəlman olsunlar ya kafir, istər onların xərclərini vermək ona vacib olsun, istərsə olmasın. İstər onun şəhərində, istərsə də başqa şəhərlərdə olmuş olsalar da, gərək fitrələrini versin. Fitr bayramı gecəsi gün batmazdan əvvəl gəlib onun çörəyini yeyən hesab olunan qonağın fitrə zəkatı ev sahibinə vacib olur. Burada diqqət olması məsələ odur ki, o qonaq, o ev sahibinin çörək yeyəni, onun çörəyini yeyən hesab olunsun. Fitr bayramı axşamı günəş batdıqdan sonra gələn qonağın fitrəsini vermək ağa rəhbərə görə ev sahibinə vacib deyil. Amma ağa sistaniyə görə onun çörəyini yeyən hesab olunarsa, ehtiyata əsasən onun fitrəsini vermək vacibdir. Əks təqdirdə vacib deyildir. Bayram gecəsi iftara çağırdığı şəxs ev sahibinin çörəyini yeyən hesab olunmur və onun fitrəsi ev sahibinə vacib deyil. Fəqət bir sa, yəni təqribən 3 kiloqram buğda və bu kimi şeylərə malik olan şəxsə müstəhəbdir ki, fitrə zəkatı versin. Ailəsi olub, onların da fitrə zəkatını vermək istəsə, o bir sanı, yəni həmən o 3 kiloqram, məsələn, buğdanı və yaxud da onun pulunu fitrə niyyəti ilə ailə üzvlərindən birinə verər. O da bu niyyətlə bir başqasına verib, bu qayda ilə ailəsinin axırıncı üzvünə qədər dolandırar. Axırıncı şəxsin də aldığı şeyi özlərindən olmayan bir başqasına verməsi daha yaxşıdır.